Oktyabrın 21-dən sonra bəzi bürclər üçün maliyyə baxımından çox əlverişli bir dövr başlayır. Oloji proqnozlara görə, xüsusilə tərəzi, koç, əkizlər, dolça və əqrəb bürcləri bu dövrdə pul və sərvət baxımından əhəmiyyətli fürsətlər əldə edə bilərlər. Pul yağışı gözlənilən bürclər 1. Tərtə sentyabr 22 oktyabr. Tərəz bürcü üçün oktyabrın 21-də baş verəcək yeni ay, yeni başlanğıclar və ortaqlıqlar sayəsində maddi cəhətdən qazanclı bir dövr yaşamağa imkan verir. Bu da yeni iş və ya investisiya imkanları yarana bilər. Qoç bürcü, Marsın idarəedici duğu bir dövrə daxil olur ki, bu da işgüzar sahədə yeni fürsətlər yaradır. Bu dövrdə xarici tərəfdaşlar, qavilələr bağlamaq üçün xüsusilə münasibdir. Nüfuzlu himayədarlar qazanavəri artırmaq üçün yeni ideyalar tapa bilərsiniz. 3. Əkizlər 21 may 20i Bizim Yol xəbər portalı bu həftə dinamik və dəyişkən enerji ilə keçəcək. Yeni ideyalarınız diqqət çəkəcək, amma hər birini eyni həyata keçirməyə çalışmayın. Qısa səfərlər və görüşlər sizə fayda gətirəcək. Həddindən ünsiyyət sizi yora bilər. 4. Dolça, Anvar 18 fevral. Dolça bürcü üçün bu Bakıplı Snantaz iliklərlə dolu olacaq. Dostlarla birgə anlar uğurlu nəticə verə bilər. Sevgidə sürprizlər mümkündür. Am səslərinizdə dürüst olun. Maliyyə məsələlərində ideyalar qazancla nəticələnə bilər. Enerjinizi düzgün istiqa yönəldin. 5. Əqrəb, oktyabr 21 noyabr. Əqrəb üçün bu dövrdə maliyyə və investisiya Bakıplus az həyatlarında yeni qapılar açılacaq və əla gəlirləri artacaq. Diqqət ediləsi məsələlər. Bu dövrdə xülə tərəzi və qoç maliyyə məsələlərində daha cəsarətli addımlar. Apublikan azılçalar karyera və ya ortaqlıqlar vitəsilə maddi qazanc əldə etmək potensialına malik ola bilərlər. Əqrəb investisiyalar və maliyyə planlaması ilə bağlı gözlənilməz fürsətlər qarşılaşa bilər. Ümumilikdə, bu dövr bəzi bürclər üçün ma baxımından çox əlverişli bir zaman kəsiyi təklif edir. Lakin hər zaman ehtiyatlı olmaq və risk müsavat ək vacibdir.